Salam aleykum şeyx. Aleyküm salam. Bəziləri şübhə yarır ki, biz deyirik ki, Allah və Rəsulu bir şeyə haramdır deyir, şirkdir deyir. Siz deyirsiniz ki, bəs alimlər nə deyir? Və bunu şübhə kimi getirirlər ki, biz Allah və Rəsulundan getiririk, Qurandan getiririk, sünnədən getiririk. Sələflər isə deyir, onu alimlər necə şərh edib? Elhamdülillah. Məyər alimlər Quran sünnəni demir? Alimlər Quran sünnəni şərh eləyir. Düzgün şərh. Hansı ki, Quranı Peyğəmbər necə başa düşüb, sahabələr necə başa düşüb, alimlər bizə onu deyir. Ki, bax, bu ayəni Peyğəmbər sallallahu aleyhi ve sellem belə başa düşüb, sahabələr belə başa düşüb. Bu da onların sözləri. Alimlərsizsən, yəni o nə demək istəyir? Alimlər qoya qırağı, sırf Quran sünnənlə gedək, onda o onun özünə də sərf eləməyəcək. Çünki Quran sünnə oxusun birbaşa, o özü də salamat olmayacaq. Təmiz çıxmayacaq. Səhv bundadır, o səhv fikirdir. Səhv fikir, alladıcı fikirlərdəndir. Bəli. Bu sözünü qüvvətləndirmək üçün arada misal getirir. İbn Abbasın təməttü həcc haqqında olan rəvayəti misal getirir, məşhur rəvayəti. Deyir ki, qorxuram başınıza daş yağar. Onu misal getirir. O yerində gətirmir. Yerində gətirmir. Sadəcə onda bəli. Ola bilər hansısa sahabi demək istədi ki, hansısa birini üstün görməyə. İbn Abbas da orada deyir ki, yox, üstün budur. Üstün budur. Ona görə deyir. Deyir, mən deyirəm, Allah və Rasul, siz deyir, Əbbaqır, Ömər. O başqa məsələdir. O bütün şəriətə aid deyil. Nə dedin, belə deyinə, sən səhv mütləq şəkildə götürüblər. Səhvdir. Səhv. Bəli. Həmçinin onun o çıxışından belə başa düşmək olarmış ki, əlimizdə hədis kitabı varsa və Quranın tərcüməsi varsa, alimə ehtiyacımız yoxdur. Səhv fikirdir. Kim elə deyir, azmışdır o. Azmış fikirlər söyləyir. Necə yəni Quranın tərcüməsi? Quranın birinci tərcüməsi mənalı, dəqiq deyil. Hər dildə neçə dənə tərcümə var? Hamısının arasında fərq var. Ərəbcəsi bir dənədir. Ona görə səhv fikirdir. Səhv. Azmağa, bölünməyə. Çünki şəriəti başlar ağılla tətbiq eləməyə, ağlaniyin firqəsinə girirlər. Ona görə onlar hətta belə deyənlər özləri bölünüblər. Özləri bir-birinə təkfir eləyirlər. Bəli. Onlar özləri alimlərin tələbələrini elm aldıqları halda niyə insanları alimlərdən uzaqlaşdırmaq istəyir? Bu nə qazanacaqlar ki, onlar? Əslində hələ adamlar alimlərdən elm almayıblar. İddia edirlər. Yəni göy ki, amma alimlərdən alsa hələ deməzdilər. Bəli.